Cəbhə xəttində hava müharibəsi yeni mərhələyə, dron döyüşünə daxil olub. The Wall Street Journal'ın məlumatına görə düşmən dronlarına qarşı mübarizə hər iki tərəf üçün kritik vəzifəyə çevrilib. Çünki dronlar cəbhə xəttində piyada və texnika üçün ən ölümcül silah hesab olunur. Əskərlər onları məhv etmək üçün torlardan və ov tüfənglərindən tutmuş elektron müayinə sistemlərinə və köhnə pərvaneli təyyarələrə qədər müxtəlif vasitələrdən istifadə edirlər. Lakin son bir ildə kəsici dronlar bu mübarizənin vacib hissəsinə çevrilib. 15 ay əvvəl heç kim bunun mümkün olduğuna inanmırdı, deyə bir briqadanın hava hücumundan müdafiə bölməsinin rəhbəri Artem Bolyuk bildirib. O qeyd edib ki, dronlar əvvəllər bu şəkildə istifadə olunmamışdı və mühəndislər məsafə, dronun geri qaytarılması və operatorun təhlükəsizliyi kimi texniki məsələləri həll etməli olublar. Bundan əlavə, pilotlar çox qısa zaman kəsiyində hədəfi tapmağı və ona müdaxilə etməyi öyrənməli idilər. Sentyabr ayında briqadanın dronları 886 Rusiya dronunu vurub. Bu isə iyun ayından 507 ədəd çoxdur. Bolyuxun sözlərinə görə, təxminən 50% tapşırıqlar uğurla icra edilir. Halbuki, keçən il bu göstərici cəmi 5% idi. Interceptor hədəfə çata bilmədikdə, operator onu adətən geri qaytara və yenidən istifadə edə bilir. Müharibə Araşdırmaları İnstitutu qeyd edir ki, indi ən yaxşı atıcılar da dron idarə edir. Onların çoxu gənclərdir. Refleksləri isə video game oynamaqla sərtləşib. Yazda bir əskəri xilas edən pilot 24 yaşlı, Kratos çağırış adıyla tanınan sabiq kompüter oyunları tərtibatçısı idi və müdaxilələr arasında fleyta çalır. Bundan əlavə, müxtəlif interception tapşırıqları üçün müxtəlif dron növlərindən istifadə olunur. Ukrayna şəhərlərini hədəfləyən Rusiyanın uzaq mənzilli şahet raketlərini yalnız oxşar yüksək sürət və hündürlükdə uçan dronlar tuta bilər. Eyni zamanda, operatorlar bildirirlər ki, artan Rusiya aviasiyasına qarşı daha çox interceptora ehtiyac var. Pilot Anton Mikhailov deyib ki, bəzən onlar hədəfi vurmaqla interceptoru qorumaq arasında seçim etməli olurlar. Yaxınlarda onlar gecə şahidi izləyirdilər və hədəfi qaçırsalar, interceptoru geri qaytara bilməyəcəkləri qədər uzağa getmişdilər. Onlar şahidi izləmək qərarına gəldilər, lakin o tezliklə buludların arasında itib, dron boş yerə xərclənib. Eyni bölmənin kiçik serjantı Ruslan Staxov adətən kəşfiyyat dronlarını vurmaq üçün dron idarə edir və təxminən 25 belə dronu məhv edib. Bir neçə ay əvvəl o şahidi izləyirdi. Lakin dron hədəfə son eniş mərhələsinə keçəndə onun dronu artıq sürətinə çata bilməyib. Bu çox məyus edici idi. Amma müharibədə bu adi haldır. Biz sehirbaz deyilik, deyə Staxov deyir. Ukraynalı döyüşçülər bildirirlər ki, Rusiyanın dronlarla Ukrayna təchizat xətlərini daha dəqiq vurması 2025-ci il müharibəsində ən böyük dəyişiklikdir. Rusiyanın tədrici ərazi irəliləyişlərindən də önəmlidir. Donetsk vilayətinin Pakrovsk şəhəri uğrunda döyüşlər Rusiyanın taktiki dronlardan istifadədə qazandığı böyük üstünlüyü göstərir. Ukrayna Silahlı Qüvvələri iddia edir ki, həmin ərazidə Rusiya dronlarının sayı Ukrayna dronlarını ona bir nisbətində üstələyir. Lakin Ukrayna əskərlərini ən çox narahat edən odur ki, Rusiyanın uzaq mənzilli dronları Pakrovskdakı təchizat xətlərini 64 kilometr məsafədən vurmaq gücünə malikdir deyə Müharibə Araşdırmaları İnstitutu qeyd edir. Ukraynanın xüsusi əməliyyat qüvvələri Rusiya tərəfindən ilhaq edilmiş Kremenchuk burnunda şahid tipli dronların saxlanma və buraxılış məntəqələrinə zərbələr endirib.
Krim reali isə Krım yarımadasında Rusiyanın başqa hansı hücum dronu buraxılış məntəqələrinin yerləşdiyini və onların zərbələrə məruz qalıb qalmadığını araşdırıb. Xatırladaq ki, 28 noyabr gecəsi Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri ilhaq olunmuş Krımda Çaud burnu yaxınlığında şahid tipli zərbə pilotsuz uçuş aratlarının saxlanma və buraxılış ərazisinə zərbə endirib. Düşmən Krımın cənubunda göstərilən ərazidən müxtəlif tipli zərbə pilotsuz uçuş aratlarını Ukraynanın mülki infrastrukturuna qarşı buraxmaq üçün daima istifadə edir. Xüsusi əməliyyat qüvvələri Rusiya ordusunun hücum imkanlarını zəiflətmək üçün qeyri-simmetrik tədbirlər görməkdə davam edir, deyə Ukraynanın xüsusi əməliyyat qüvvələrinin Telegram kanalında bildirilib. Telegram kanalı isə 27 noyabr axşamı Feodosiya şəhərində partlayış səslərinin eşidildiyini yazıb. Çaud burnu yaşayış olmayan ərazidir. Şahidlərin ehtimal olunan buraxılış və saxlanma yerindən ən yaxın kəndlər 15 kilometr və daha artıq məsafədə yerləşir. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı həmçinin Krımın Novofedorovka kəndi yaxınlığındakı Rusiya hərbi aerodromu Sakiyə endirilən zərbələr barədə məlumat yayıb. Ukrayna ordusunun məlumatına görə aerodromdakı pilotsuz uçuş aratlarının saxlanma məntəqəsi, eləcə də Rusiyaya məxsus bir neçə hava hücumundan müdafiə sistemi, xüsusilə Pantsir 1 və Torm-2 qurulub. Müdafiə qüvvələri düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxardıqdan sonra Orion və Forpost dronlarının saxlandığı hangar məhv edildi. Ukrayna müdafiə qüvvələri həmçinin düşmənin komanda idarə etmə məntəqəsinə və bir KAMAZ hərbi yük maşınına zərbə endirib. Ziyanın miqyası dəqiqləşdirilir, deyə məlumatda bildirilir. Hər iki dron həm kəşfiyyat, həm də zərbə üçün nəzərdə tutulsa da, əsasən Nikolayev və Odessa istiqamətlərində kəşfiyyat üçün istifadə olunur və şahid Giran və digər zərbə pualları üçün siqnal ötürücülər kimi çıxış edir. Orion dronlarının anbarlarına başqa bir zərbə Rusiyanın Krımdakı Kirovskoye hərbi aerodromunda endirilib. Ukrayna Silahlı Qüvvələrinin 1-ci ayrı mərkəzin 14-cü ayrı alayının hərbçiləri 13 noyabr gecəsi aerodroma zərbələrə dair görüntülər yayıb. Sonradan Ukraynanın Dnipro Osint layihəsi fake təsvirləri əsasında Kirovskoye aerodromunda dəymiş ziyan barədə məlumat verib. Bildirilir ki, hangarın yaxınlığında məhv edilmiş operator avadanlığı və qaralmış sahə görünür. Avqust ayında isə Ukrayna hərbi dəniz qüvvələri Sevastopoldakı Xersones aerodromunda dron bazasına zərbə endirildiyini açıqlamışdı. Məlumata görə zərbə nəticəsində 3 mühacir -6 və 2 forpost pilotsuz uçuş aratları məhv edilib. Ukrayna hərbi dəniz qüvvələri müvəqqəti işğal olunmuş Krımın Sevastopol şəhərində yerləşən Xersones aerodromunda düşmənin forpost PO bazasını məhv edib. Zərbə nəticəsində 3 mühacir -6 və 2 forpost pilotsuz uçuş aratları məhv edilib. Düşmən bu pilotsuz uçuş aratları Qara dənizdəki səthi vəziyyəti izləmək üçün istifadə edirdi, deyə Ukrayna hərbi dəniz qüvvələrinin məlumatında qeyd olunub.